Əminəm ki, bütün xanımlar istəyir ki, tort biskvitləri çox gözəl, əsl tortçuların biskviti kimi olsun. O zaman mütləq hər kəsin əlinin altında birinci nömrədə tərəzisi olmalıdır. İstəkan ölçüsündən gözəl tərəzi ölçüsü ilə işləməkdir. Çünki tərəzi ölçüsü ideal tort reseptlərinin, yəni işləndiyi bir metoddur. Və qızlar, bir də bir püf nöqtəsi var ki, yumurtalarınızı qətiyyən soyuducuya qoymayın. Ev temperaturunda saxlayın, onda daha gözəl şişir. Biskvit və yumurtanı çaldıqdan sonra spatula ilə unu falan hamısını ələkdən keçirdib qarışdırın. Yəni mikserlə qarışdırmayın. Onda yəni yumurtanın o şişməsi ölür, zəifləyir və siz onu dufovkaya qoyduğunuz zaman istər-istəməz güclü şişmir. Və qızlar, mən hansı reseptdən istifadə edirəm? Əsl tort biskvit resepti. Mən 30 diametrli torta 10 yumurta, adətən 7 yumurta istifadə edirəm. O da tortun böyüklüyünə, yumurtanın böyüklüyünə, kiçikliyinə bağlıdır. Kiçik yumurtada 10 yumurta, böyük yumurtada 7 yumurta istifadə edirəm. Mən qramla istifadə edirəm. 2 yumurtanın ölçüsünü deyəcəm. Siz onu yumurta sayınıza görə çoxaldacaqsınız. Məsələn, 2 yumurta, mən 10 yumurta istifadə etdiyimə görə bu ölçüsünü 5-ə vururam. 72 qram pesok, 60 qram un, 12 qram qarğıdalı nişastası, 4 qram vanil, 4 qram qabartma. Və siz bu metodla etsəniz və 1 xörək qaşığı, hardasa 2 xörək qaşığı da su əlavə edib, ilıq su əlavə edib qarışdırsanız, təbii ki də hamısını ələkdən keçirdib, sizin biskvitləriniz həqiqətən də ideal olacaq. Və qaldı ki, qaymağa, onları da başqa vaxtda, başqa videoda inşallah deyəcəm. Ona görə mütləq səhifəmə takib atmağı unutmayın. Və qızlar, bir də bizim gözəl bir komandamız var ki, evdən oturub çalışmaq istəyən xanımlar üçün mütləq əlaqə nömrəmə yazın. Komandamıza gələnlər heç bir şəkildə qeydiyyat getmirlər. Sadəcə aktivliklərini yerinə yetirərək aylıq maaş qazanırlar. Kimlər istəyirsə nömrəmə yazsın və bir də 72 qramı başa düşmədisə, yəni qramı başa düşmədisə, bir dəfəlik ölçü deyirəm, mütləq yadınızda saxlayın. 10 yumurtanın ölçüsü, pesok ölçüsü 360 qramdır, un ölçüsü 300 qramdır, nişasta ölçüsü deməli 60 qram vurun. Qabartma isə bir paçka da vanil bəs eləyir, yəni qızlar. Mütləq bu metodla gedin. İnanın ki, bu metodla getsəz, həqiqətən də sizin də tortlarınız çox gözəl, ideal və gözəl olacaq. Mən burada bu hazırladığım qarışımı 2 çəmbərə əlavə etdim ki, 2 hissəyə bölə bilim. Hər çəmbərdən çıxan biskviti 2 hissəyə böldüm. Ümumilikdə 4 biskvit alındı. Çünki bir çəmbərin içinə əlavə edəndə içi yaxşı pişmir, çiğ qala bilər, üstü yana bilər. Ona görə də siz yəni nazik tökdüyüm, ayaqlar şişməz deyə belə şeylərdən narahat olmayın. Nazik tökəndə daha yaxşı qabarır və daha gözəl əslində içi pişir və tez bir zamanda pişir. Mütləq bu dediklərimi riayət etsəniz və səhifəmə də abunə olsanız çox